Baxın, bir daha mən bildirirəm ki, qlobal modellər əslində qalsın Bakıda güclü külək göstərmir də iyul ayının 23-ü axşam 24-ündə, amma bura nə baş verəcək? Mən bunu diqqətlə sizə göstərməyə çalışacağam. Deməli, Xəzər dənizinin iyul ayının 23-ü axşam, iyul ayının 23-dən 24-dən keçən gecə. Baxın, burada Abşerondan şimalda, şimal-qərbdə, Xəzər dənizi sahillərində, bu Dərbənd istiqamətində burada bir dərin bir siklon sistemi gözlənilir. Bu nə deməkdir? Bu proses nəticəsində siklonun sağ qolu isti cəbhə sayılır. Ona görə də iyul ayının 23-ü, 24-də Bakıda bir, iyul ayının 23-ü və 23-ü axşam Bakıda bir bürkülü hava olacaq. Çünki siklonun sağ qolu ilə buradan bir istiliyin və rütubətin Bakıdan daşınması gözlənilir. Yəni, Bakıda bir dənizdən gələn bir rütubətlə qarışan bir istilik dalğası olacaq, istilik olacaq. Bu da iyul ayının 23-ü axşam bir temperaturun boğucu hiss edilməsinin səbəb olacaq. Amma burada nə baş verəcək? İyul ayının 23-dən 23-ü axşam saatlarında, baxın burada Şabran, Siyəzənin dəniz sahili ərazilərində bir güclü külək əsəcək, güclü cənub küləyi əsəcək. İyul ayının deməli 24-ündə isə bu proses əks proses olacaq. Niyə? Çünki baxın bu Dərbənd istiqamətindəki siklon artıq siklonun sol qolu, yəni bu sərin qolu artıq şimaldan sərin havanı daşıyacaq və iyul ayının 24-ündə burada bir baxın güclü şimal küləyi yenidən başlayacaq əsməyə. İndi görün, baxın, istilik dalğası burada haradadır? İstilik dalğası bir həftə davam etməli idi, amma bu ansambl model tərəfindən bu ləğv edildi, artıq göstərilmir. Deməli, bu o deməkdir ki, iyul ayının 24-də də Bakıda bir şimal küləyinin güclənməsi potensialı var. Deməli, müvəqqəti bir sərinlik yaranacaq. Yəni, davamlı bir istilik olmayacaq. Mən bunu sizə bildirmək istəyirəm. Deməli, iyul ayının 24-ü və 25-də də əslində Bakıda şimal küləkləri əsəcək. İyul ayının deməli 25-i gündüz küləklər zəifləyəcək, temperatur başlayacaq yüksəlməyə. İyul ayının baxaq 26-sı nə baş verir? Çünki burada da bir potensial bir deməli dəyişiklik ehtimalı var. Bəli, iyul ayının 26-sında yenə də isti cəbhə. Siklonun sağ qolu, isti cəbhə. Deməli, Quba arasında bir siklon sistemi formalaşacaq Böyük Qafqazda. Qubada və artıq bu Şimali Qafqaza doğru geniş bir siklon sistemi yaranacaq. Bu siklon sistemi sağ qolu ilə isti cəbhə, deməli, Şabran, Siyəzən arasında dənizə yaxın sahil düzənliklərdə güclü cənub küləklərinin əsməsi səbəb olacaq. Bu da iyul ayının 26-sında, iyul ayının 26-sında Şabran, Siyəzən arasında dəniz sahili ərazisində isti, bürkül, isti küləklər əsəcək. Amma Quba qusarda isə bir leysan potensialı var. Çünki dənizdən rütubə dağlara doğru daşınacaq. Quba qusarın dağ kəndlərində, Quba qusarın dağlıq kəndlərində bu rütubətin daşınması dağlarla deməli rastlaşan buludlar artıq orada soyur və dağlarda bir laqqal gözlənilməz leysanlara səbəb ola bilər iyul ayının 26-sında. İyul ayının 26-sı, baxın burada gündüz saatlarında külək öz pik həddinə çalacaq cənub-qərb küləkləri. Bu da bir daha bildirirəm. Şabran, Siyəzənin Xəzər dənizi düzənlik ərazilərində və Xəsmasın düzənlik ərazilərində, dənizə yaxın ərazilərdə güclü, isti cənub küləklərinin əsməsi səbəb olacaq, dənizdən əsəcək. Amma Qubanın dağ kəndlərində isə bir leysan potensialı var. Bu riski nəzərə almaq lazımdır. Quba və Qusanın dağ kəndlərində iyul ayının 26-sında bir leysan potensialı var. İndi baxaq sonra nə baş verir? Deməli, baxın, bu siklon sistemi yenə də siklonun sağ qolu, keçdi sol qolu gəldiyi üçün iyul ayının 26-sından 27-sinə keçən gecə Bakıda yenidən bir güclü bir, baxın burada, güclü bir şimal küləyi əsəcək. Deməli, Bakı üçün bir istilik dalğası söhbətləri, təməlsiz, boş bir söhbətlərdir. Ansambl modeli bunu göstərir. Regional model də Bakıda hər 2 gündən bir şimal küləklərinin tez güclənməsini göstərir. Yəni, dünənki uşaqlar 2010-cu ilin istiliyini görməyən adamlar, hansı ki 2010-cu ilin iyul ayının 15-dən avqust ayının 15-nə qədər Bakıda bir ay aramsız istilik dalğası oldu. 2010-cu ilin iyul ayının 3-cü 10 gününün, avqust ayının 3-cü 10 gününə qədər 30 gün
aramsız Bakıda temperatür 42, 43, 44, 46 dərəcə qədər artdı Bakı üçün bu çox dözülməz bir istilik. Üstəlik rütubətlə birləşirdi 2010-cu ildə daha dözülməz oldu. O bir aylıq istilik qurarlığı görməyən adamlar burada 2-3 günlük bir 35-37 dərəcə istilik görürlər. Sonra vəssalam başlayırlar araşdırmağa ki, istilik dalğası gəlir. Xeyr, istilik dalğası bir həftədən artıq davam edən Dünya Meteoroloji Təşkilatının qoyduğu qaydalar var ki, şəhər arasında temperatur 4-5 gün müsbət 35-37 dərəcə müşahidə edilərsə, bu proses 4-5 gün davam edərsə, buna istilik dalğası deyilir. 2 günlük 37-40 dərəcəlik istilik dalğası sayılmır. Bunu mən dəfələrlə demişəm və bundan sonra deyəcəyəm. Çünki boşboğaz adamlar hər dəfə bir mənasız bir şey ortalığa çıxarırlar. Deməli, digər bir prosesə baxın, mən sizə göstərim. Deməli, bir daha bildirirəm. Baxın burada. Mən daha dəqiq göstərim mən sizə. Baxın, iyul ayının 23-dən iyul ayının 24-nə keçən gecə. Baxın, burada bir cənub küləkləri, Xaçmaz, Şabran, Siyəzənin dənizə yaxın düzənlik sahil ərazilərində əsəcək. Lakin iyul ayının 23-dən 24-nə keçən gecə bu proses şimal küləkləri əvəz ediləcək. Baxın, şimal küləkləri başlayır əsməyə. Bakıda şimal küləkləri başlayır güclənməyə. Deməli, iyul ayının 24-də bir sahil hava şəraiti gözlənilir. Bakıda qısa müddətli və sonra iyul ayının 26-sı deməli, gündüz yenə də bu Xaçmaz, Şabran, Siyəzənin dənizə yaxın ərazinin güclü cənub küləkləri əsəcək. Quba, Qusarda lokal leysan potensialı var. Gözlənilməz leysan yağa bilər. İyul ayının 27-sində isə baxın burada yenə də şimal küləkləri başlayır güclənməyə. Bakıda şimal küləkləri güclü əsməyə başlayacaq. Deməli, iyul ayının bir daha deyirəm ki, 27-sindən başlayaraq Bakıda hava şəraitinin yenidən kəskin dəyişilməsi, güclü şimal küləklərinin başlayır əsməsi, sonra da qismən narıncı xəbərdarlığa uyğun bir güclü küləklərin Bakıda əsməsi gözlənilir. Baxın, açıq aydın göstərilir ki, antisiklon iyul ayının son günlərində Azərbaycan tam daxil ola bilməyəcək. Əksinə, baxın, buradakı orta troposferdəki sərin hava dalğaları əksinə qalsa Azərbaycana yaxınlaşdığı üçün antisiklonun təsirləri iyul ayının son günlərində Bakıda təsirli olmayacaq. Mərkəzi aranda təbii ki 37-40 dərəcə istilik ola bilər. Çünki mərkəzi aranın elə iyul norması elə 37-40 dərəcədir. Mərkəzi aranda əslində 46 dərəcə yuxarı temperatur ekstremal sayılır. O da yəni artıq onun istilik dalğası deyil. 37-40 dərəcə isə normal bir temperatur sayılır. Videolarıma diqqətlə baxan izləyicilər var təbii ki. Onlar çox yaxşı bilirlər ki, mən bir neçə gün bundan öncə demişdim ki, ECMWF superkompüter modeli, yəni uzun müddətli modeldir və digər, məsələn, Amerikanın CFS modeli, bir daha deyirəm, GFS yox, CFS modeli var. O da ECMWF-ə yaxın bir modeldir. Onlar göstərildi. İyul ayının son günlərində, deməli, bu Sibir ərazisində bir atmosfer təzyiqinin artması göstərildi. Mən deyirdim ki, əgər Sibir ərazisində atmosfer təzyiqi artacaqsa, bu Bakı ərazisində şimal küləklərin güclənməsi ilə nəticələnəcək. Xırdalanmışım. Çünki orada atmosfer təzyiqi artanda, yəni, baxın, bir daha mən bunu xatırladıb göstərirəm. Sibir ərazisində atmosfer təzyiqi artacaq, bu orta troposferdəki prosesi göstərir. Deməli, orada istilik yuxarı orta troposferdən Sibirə doğru gəlir, Sibirdə istilik dalğası olur. Amma Sibirdə dəniz səviyyəsində isə oradakı sərin hava yer dəyişir. Baxın, Azərbaycana doğru yayılır, Xəzər dənizindən bu Böyük Qafqaza doğru yayılır, Böyük Qafqaz dağlarına doğru çırpılır o sərin hava və şimal küləkləri, yəni Bakı üçün Xəzər küləkləri başlayır əsməyə. Deməli, Sibir ərazisində atmosfer təzyiqi iyul ayının son günlərində artacaq. Bu da Bakıda uzun müddətli istilik dalğası yaratmayacaq. Əksinə, Bakıda şimal küləkləri iyul ayının son günlərində tez-tez güclənəcək. Mərkəzi aran rayonlarında isə mən dediyimin heç bir ayrıqı yoxdur. Mən Bakıdan danışıram ki, Bakıda iyul ayının son günlərində bir sərin bir küləklərin, yəni şimal küləklərin tez əsməsi gözləniləndir. Bu da təbii ki, uzun müddətli bir istilik effektini azaldacaq. Deməli, Bakı üçün bir istilik dalğası iyul ayının son günlərində gözlənilmir. Sibir arasındakı antisiklon sistemi ECMWF superkompüter modeli göstərir ki, iyul ayının son günlərində kifayət qədər Sibirdə güclü bir orta troposferdə antisiklon olacaq. Bu da bir daha bildirirəm ki, isti havanın yuxarıya doğru daşınması fizikanın qanunudur ki, oradakı havada yer dəyişib cənuba doğru gəlir, cənubdakı isti hava şimala doğru gedir. Bu prosesləri başa düşməyən və başa düşmək istəməyən adamlar isə
istilik dalğasından Bakıda danışılır və hər bir deməli bir şey tapırlar, onu dərhal mənə qarşı dəyişməyə, çevirməyə başlayırlar. İlsiyan Qabilevin superkompüterində də iyul ayının son günlərində baxın Sibirdəki antisiklonik bloklanmanın orta troposferdə davam etməsini göstərir və burada istilik dalğası olanda təbii ki, fizikanın qanunudur ki, istilik əgər şimala doğru yayılırsa, oradakı sərin hava da cənuba doğru yayılır. Deməli, Bakıda yenə bir xəzri küləklərinin güclənməsi potensialı var. Və bu bloklanma hətta avqust ayının ilk günlərində də Sibir arasında davam edəcək. Deməli, Azərbaycan arasında avqust ayının ilk günlərində hava şəraitinin potensial olaraq bir dəyişilməsi potensialı var. CFS modelinə baxaq, bu Amerikanın bir daha bildirəm. Amerikanın CFS V2 modelidir. Bu CFS modeli daha doğrusu CFS modeli GFS modelindən daha dəqiqdir. ICMW modelindən yaxın olan bir modeldir. CFS modelidir. ICMW isə Avropanın orta mənzilli hava tərəqqatının mərkəzi sayılır. Deməli, baxın nə baş verir. Baxın, burada avqust ayının ilk günlərində, yenə deyirəm, Rusiyanın qərbində bir bloklanma gözlənilir. Əgər Rusiyanın qərbində bir bloklanma olacaqsa, təbii ki, orada istiliyin artması, Azərbaycanda isə hava şəraitinin dəyişilməsi ilə nəticələnəcək orta troposferdə bir bloklanma potensialını göstərir. Deməli, avqust ayının ilk günlərində potensial olaraq bir Azərbaycan arasında hava şəraitində dəyişiklik potensialı var. Deməli, rəylərdə Lənkəran, Astara və Lerik ərazisində avqust ayının ilk günlərində bir hava dəyişikliyi olacaqmı, olmayacaqmı? Bu arada sual verirlər. Bəli, avqust ayının ilk günlərində deməli, Lənkəran, Astara, Lerik ərazilərində hava şəraiti yağışlı keçə bilər. Çünki səbəb nədir? Onsuz da cənub rayonlarında subtropik iqlimdir. Orada artıq avqust ayından başlayaraq payızın ilk yağışları başlayıb, sentyabr, oktyabr, noyabr bol yağıntılı keçir. Bu proses ötən illə müqayisədə bu il biraz tez başlaya bilər. Çünki baxın burada Qərbi Rusiyada, Sibirdə, Xəzərin şimalında orta troposferdə antisiklonik bloklanma olacaq. Bu da baxın Azərbaycanda atmosfer təzyiqinin Rusiyanın qərbi ilə müqayisədə az olması nəticəsində baxın burada bu şəkildə bir hava dövrəni olacaq və buradan bir şimaldan sərin hava kütlələrinin daxil olması nəticəsində baxın Xəzər dənizindəki bu buludların yardımda Lerik, Lənkəran, Astara rayonlarına doğru dənizdən buludların daşınması potensialı var. Bu da o deməkdir ki, deməli avqust ayının birinci həftəsində baxın bu şəkildə bir proses olacaq ki, bu da Astara, Lənkəran, Lerikdə payız yağışlarının bir qədər tez başlamasına səbəb ola bilər. Bu barədə mən daha ətraflı danışacağam. Potensial olaraq avqust ayının birinci həftəsi Azərbaycanın Böyük Qafqaz, Kiçik Qafqaz rayonlarında da hava şəraitinin tez dəyişilməsinə, Bakıda və Şimal Suriyanın güclənməsinə və Lənkəran, Astara, Lerik ərazilərində də payız yağışlarının erkən başlamasına səbəb ola bilər. Bu barədə daha ətraflı mən danışacağam. Kopernik İqlim Tədqiqatları Mərkəzi ICMW Avropanın orta mənzilli hava tərəqqatları mərkəzinin birləşdirilmiş model məlumatları boyunca ki, iyul ayının baxın 26-sına qədər olan müddət ərzində yuxarıda tarix yazılıb. Deməli, Avropanın bir daha deyirəm, qərbində və cənubunda bir Afrikanın şimalından bir antisiklonik istilik dalğası gözlənilir. Amma Avropanın burada İtaliyaya tərəf mərkəzi və cənubuna doğru, şərqinə doğru yayılan bir ekstratropik siklon sisteminin təsirindən bir iyul ayından yuxarı olmayan bir mövsümdən kənar bir sərtləşmə olacaq. Azərbaycanda baxın burada ciddi bir istiləşmə gözlənilir. Çünki sərin hava ilə antiklonun cəbhə zonasında yerləşdiyi üçün Azərbaycanda hava şəraitinin xüsusilə də Bakıda, baxın burada Sibirdəki antiklonun təsirindən Bakıda şimal kütlələrinin iyul ayının son günlərində tez-tez güclənməsi potensialı var. Deməli, bu modeldə yenə də eyni siqnalı göstərir. Yəni, bir modelə baxaraq burada nəsə danışmaq tamamilə absurddur. Mən isə bir sıra nüfuzlu modellərinin birləşdirilmiş görüntülərinə baxıram, öz şəxsi modelim də var. Bu WRF, VRF modelidir, regional modellərdə baxıram. Bunların hamısına baxıb ortaq nəticəni paylaşıram. Yəni, mən burada bir model bir şey göstərib deyən dərhal da video çəkilməm. Bu prosesdə dərindən analiz edilir, ondan sonra məlumatlar təqdim edilir. Deməli, baxın nə baş verəcək. Bəli, burada yağıntı anomaliyası yenə avqust ayında bir yağışların artması Böyük Qafqaz, Kiçik Qafqazda, baxın avqust ayında bir yağıntıların artması göstərilir. Amma burada avqust ayının əvvəllərində gözlənilir. Amma bu model isə avqust ayının ikinci 10 günündə göstərir. Avqust ayının, baxın, ikinci 10 günün sonları, üçüncü 10 günündə də yenə də baxın burada artıq payız yağışlarının ilkin göstəriciləri
Azərbaycanda gözlənilir. Bir daha bildirirəm ki, iyul ayının son günlərində Bakıda uzunmüddətli dözülməz isti olmayacaq. Şimal kürələri iyul ayının son günlərində yenidən başqa güclənəcək. Bu barədə yenilənmiş məlumatların tələləri kanalda yayınlanacaq.